Apreldə həyatı dəyişməyən insan qalmayacaq. Çünki apreldə güclü transformasiya və dəyişiklik enerjiləri aktivləşir. Aprelin enerjisi 13 ölüm transformasiya arkanı, artıq işləməyən münasibətlər, köhnə iş modelləri və bizə xidmət etməyən düşüncə formaları, inancları bitirəcək. Həmçinin astroloji olaraq da bir çox planetlərin, yəni Günəş, Mars, Merkuri, Neptun və Saturnun Qoç bürcündəki tranzitləri insanları artıq uzun müddətdir ki, ertələdikləri qərarları verməyə, şəxsi münasibətlərdə susduqları mövzuları artıq açmağa, iş, karyera ilə bağlı yeni addımlar atmağa sövq eləyəcək. Xüsusilə bir çox insan artıq belə davam edə bilmərəm hissi ilə ya iş həyatı ilə bağlı dəyişiklik, ya da şəxsi həyatında kəskin qərarlar verəcək. Lakin həm də eyni zamanda 14 balans arkanı və eləcə də Venera planetinin aprel boyunca Boğa bürcündə yerləşməsi bütün bu prosesləri daha sağlam şəkildə yönləndirəcək. Biz bunu xüsusilə sevgi və maliyyə sahəsində hiss eləyəcəyik. İnsanlar daha çox güvən verən münasibətlərə, daha sabit gəlir gətirən iş planlarına və xərcləri daha ağıllı idarə etməyə yönələcəklər. Yəni bu ay enerjilər bir tərəfdən köhnəni dağıdır, digər tərəfdən isə yerinə daha sağlam və uzun ömürlü bir sistem quraraq həyatımıza yeniliklər gətirir. Bütün bu enerji və planet dəyişikliklərinin sizin həyatınıza nələr gətirdiyi və konkret olaraq nələrin dəyişəcəyini öyrənmək istəyirsinizsə, mütləq açıqlama hissəsinə baxın.